İqtisadiyyat, seçimlər və nəticələr elmidir. Biz isə bu nəticələri sizin üçün təhlil edirik. İqtisadiyyat xəbərləri başlayır. Studiyada mənəm Namiq Əliyev. Əziz tamaşaçılar, paytaxtımızda növbəti əmək yarmarkası keçirilib. Dövlət Məşğulluq Agentliyi və Yasamal rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan yarmarkada işsiz və iş axtaran şəxslərə mövcud vakansiyalar təqdim edilib. Yarmarkada 59 müəssisə tərəfindən 450-dən çox vakansiya təqdim olunur. Ümumilikdə isə bu il ərzində ölkə üzrə 150 yeni yarmarkanın təşkili nəzərdə tutulub. Təqdim edilən vakansiyalar əsasən bank, sığorta, istehsal və xidmət, eləcə də emal sahəsi ilə bağlı idi. Hər işə uyğun, hər sahəyə uyğun burada vakansiyalar var. İdxal-ixracla bağlı vakansiyalar mən baxırdım. Logistika üzrə də baxırdım vakansiyalara. Mənim ixtisasım bank sektoru olduğu üçün maliyyə mühasibat. Bir çox banklardan öz istədiyim ixtisası tapa bildim. Hətta 4-5 yerə müraciət etdim. Ümid edirəm ki, özümə uyğun iş tapacağam. Sosial mediadan gördüm, dedim gəlin baxım görüm nə var, nə yox, nə edə bilərəm. Ərəb dili bildiyim üçün bir xarici dillə əlaqəli bir vakansiya var idi. Ora sadəcə bir qeydiyyat apardılar. İş axtaran şəxslərə buradakı vakansiyalar barədə ətraflı məlumat verildi. Namizədlərlə artıq bir neçə kiçik müsahibələr keçirtmişik. Bizdə məsələn hal-hazırda satış üzrə baş mütəxəssisdir və ingilis dili müəllimi vakansiyasıdır. Biz artıq 2 nəfər ingilis dili müəllimi biz tapmışıq və onlarla əlaqə saxlayıb bugün üçün və yaxud da sabah üçün müsahibəyə dəvət edəcəyik. Biz burada yarmarkaya qatılmışıq, qəbul edirik, gələnlər var, yaxınlaşanlar var. Bizdə əsasən məşqçi, qeydiyyatçı vakansiyalarıdır, servis işçiləridir. Yarmarkada özünə məşğulluq proqramı ilə bağlı məlumat almaq imkanı da yaradılmışdı. Deyək ki, vətəndaşın hər hansı bir bacarığı varsa, o bacarığa uyğun olaraq avadanlıqlarla təmin edilir. Deyək ki, qanunlara uyğun olaraq un məmulatları, kiçik dərzi sexi və yaxud da qadın gözəllik salonu. Ölkənin digər bölgələrində, eləcə də işğaldan azad olunan ərazilərdə də bu kimi əmək yarmarkaları təşkil olunur. İşğaldan azad olmuş ərazilərimizdə 10 əmək yarmarkası, bir peşə yarmarkası həyata keçirmişik və bu ildə artıq 2 əmək yarmarkası həyata keçirilmişdir. İl ərzində də bu yarmarkalar ardıcıl olaraq müxtəlif işğaldan azad edilmiş ərazilərimizdə keçiriləcəkdir. Yarmarkada təklif olunan vakansiyalar arasında peşə və ixtisas yönümlü vakansiyalar xüsusi yer tuturdu. Şamil qızı Emin Əhmədzadə, İqtisadiyyat xəbərləri.